Salam, sabahınız xeyir olsun. 19 may 2026-cı il tarixidir. Yaz səsinin 59-cu Zilhicə ayının isə ikinci günüdür. Zilhicə ayının ilk həftəsinin ikinci çərşənbə axşamı günüdür. Hər birimizin bugünü xeyirli uğurlu başlayıb, xeyirli uğurlu başa çatsın. 19 may günündə kimlər işləri arxasınca gedir, iş yerlərində, ofislərində işləri ilə məşğuldurlar, evdə ev işləri ilə məşğuldurlar, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlığı, iş avadlığı, bol ruzili, bərəkətli, xoş xəbərli bir gün keçirməyə arzu edirəm. 19 may günündə kimlər təhsili ilə məşğuldurlar, məktəblər, orta ixtisas, ali məktəb tələbələri hər birinə can sağlığı, eləcə də zehin açıqlığı, iş avadlığı, yol açıqlığı arzu edirəm. Hər birinə qarşılarına qoyduqları məqsədlərə, hədəflərə çataraq həm Azərbaycan Respublikası üçün, həm də bütün dünya üçün əhəmiyyətli, faydalı kadrlar kimi yetişmələrini arzu edirəm. 19 may günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlara səbir diləyirəm. 19 may günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid, qazi, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Gözəl, xoş, can sağlıqlı, xoş xəbərli, eləcə də sülh əminamanlıq, firavanlıqlı, bol, bərəkətli, ruzili bir gün keçirmələrini arzu edirəm. 19 may günündə kimlərin ad günü, şad günü, xoş günüdür, hər birini bu münasibətlə təbrik edirəm. 19 may günündə də tarixi günlər vardır. 19 may Türkiyədə Atatürkə anma günüdür. Allah rəhmət etsin Atatürkə. Bununla yanaşı isə 19 may Türkiyədə Gənclər və İdman günüdür. 19 may Rusiyada Pioner Təşkilatının yarandığı gündür. Bununla yanaşı 19 may 1907-ci ildə Bakıda Bəhlul jurnalının nəşrə başladığı gündür və bu münasibətlə də hələ də bu jurnal nəşrini davam etdirirsə, hər birinə uğurlar arzu edirəm. Bununla yanaşı 19 may 1919-cu ildə Versalda ermənilər Azərbaycan və Gürcü nümayəndə heyətinin konfederasiya yaratmaq təklifinə qarşı çıxdıqları gündür. 19 may 1919-cu ildə Bakı Dövlət Universitetinin təsis komissiyasının yaradıldığı gündür. 19 may 1925-ci ildə Amerikalı siyasi xadim və qaraların hüquqlarının müdafiəçisi olan Malcolm 10-cu anadan olduğu gündür. 19 may 1929-cu ildə Amerika Birləşmiş Ştatlarında Oscar mükafatının təsis edildiyi gündür. Bununla yanaşı 19 may 1997-ci ildə Azərbaycan Respublikası Avropada adi silahlar haqqında konvensiyaya qoşulduğu gündür. 19 may 1998-ci ildə Azərbaycan Respublikasında uşaq hüquqları haqqında qanun qəbul edildiyi gündür. Allah bütün dünyadakı uşaqları qorusun, xeyirli böyümə, yetişmə şansı vermiş olsun onlara. Amin inşallah. Bununla yanaşı 19 may 2024-cü ildə İranın Şərqi Azərbaycan Ostanında Vərzqan şəhəristanında helikopter qəzası baş verdiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.